kanalımıza hoş gelmişsiniz. Yine de mevzumuz güllerdendir. Bu defa lilya hakkında danışacağım size. Lilyanın baxılması, əkilməsi, lilyada hansı xəstəliklər ola bilər, hansı qaydalara əməl etmək lazımdır, bunları öyrənəcəyik. Xahiş edirəm videolarımızı bəyənib paylaşasınız, qoy hər kəs bilsin. Biz bu videoların çəkilişində çox böyük zəhmət çəkirik. Siz də videolarımızı sona qədər izləyin, baxın, həm öyrənin, həm də paylaşın, qoy bilməyənlər də bilsinlər. Lilyalar Azərbaycan ərazisində ən çox yayılan güllərdəndir. Bunlara adətən zambaq gülü də deyirlər. Bu güllərin müxtəlif sortları, müxtəlif rəngləri var. Bunlar hamısı Qallandiyadır. Bizdə çünki satışda Qallandiyalar olur, başqa güllər olmur. Ancaq bizim Azərbaycanımızda da cürbəcür müxtəlif rənglərdə, sortlarda güllərimiz var, yəni lilyalarımız var. Bu lilyalar görünüşlərinə görə, rənglərinə görə fərqli olur, yəni hamısı eyni olmur. Fərqli sortları var. Bunların artırılma qaydası sizin üçün çox rahat ola bilər ki, kök hissəsindən qalan kökləri artırıb, yəni çoxaldıb, bölüşdürüb bir neçə yerə sonra əkəsiniz. Bu sizin üçün ən gözəl, maraqlı bir variant ola bilər. Keçən il bizdə belə bir lilyalar qalmışdı. Bunlardan mən artırdım, ancaq başqa bir şey də müşahidə elədim. Sən demə lilyalar özəyindən də arta bilirmiş. Deməli, buradan torpaqla bir də doldursaq, bu hissəsindən, bu yerlərindən, yarpaqların dibindən kartoflar verir. Kartoflar olur. Bu yerlərdə kartoflar olur. Eyni kartofun kimidir. Necə ki, kartofu da dərinə əkəndə həmin yerdən kartoflar yığılır, kök verir. Bu da lilyada həmən qaydadadır. Əgər bu il satılmayıb qalan lilyalarımız olsa, mən onu hazırlayıb, çəkiliş edib sizin üçün paylaşaram. Çünki buna uzun müddət vaxt lazımdır. Amma keçən il gördüyüm qədərilə lilyalar bu hissələrdən arta bilir, kartof yığa bilir. İndi isə öyrənək lilyanı necə əkmək lazımdır, necə yetişdirmək lazımdır. Birinci qayda, lilyaları əkəndə günəşli yeri seçmək lazımdır. Çox günəşi sevən lilyalar yarım kölgədə də çiçək aça bilir. Yarım kölgəli bir yerdə əkmiş olsanız, yenə də lilyalar yetişəcək. 2. Lilyaları əkəndə drenajlı, yaxşı drenajlı torpaqlarda əkmək lazımdır. Çox keyfiyyətli torpaqlarda əksəniz daha gözəl çiçəklər verəcək. pH dəyəri 6-7 olmalıdır. Çünki lilyalar bir balaca turşlara ehtiyac duyan bir güldür. Üçüncü qayda sulama. Lilyaları sulayanda yaxşı suvarmaq lazımdır. Ancaq çox su da kök sistemi çürütdüyünə görə çalışın torpağın üst hissəsi qurumamış lilyaları sulamayın. Çünki lilyanın ümumiyyətcə bitkilərin çox sulanması kök xəstəliklərinə, kök çürümələrinə gətirib çıxarda bilir. Dördüncü qayda gübrələmə. Lilyaların inkişaf dövründə, çiçək açana qədər inkişaf dövründə gübrələrdən istifadə edə bilərsiniz. 10 gündən bir istifadə eləmək olar. Çalışıb üzvü gübrələrdən bir də az azot tərkibində olan gübrələrdən istifadə edə bilərsiniz. Bu vitaminlərdən, bu gübrələrdən istifadə edəndə bir xörək qaşığı 10 litrdən istifadə etsəniz daha yaxşı olur. Ən son və 5-ci qayda, lilyaların çiçəkləri solduqda bu hissədən kəsilib atılmalıdır. Ona görə ki, enerjinin artıq sərf olunmaması üçün və kartofun rahatca yığa bilməsi üçün, həm də böyük kartof yığa bilməsi üçün bitkiyə çox enerji lazımdır. Və bu qaydalara əməl etsəniz, lilyalarınız sizin üçün gələcəkdə çox gözəl çiçəklər açacaq və sizi xoşbəxt edəcək. Çünki lilya özü xoşbəxtlik, sadəlik və gözəllik rəmzidir. Bu qədər dostlar. Videolarımızı bəyənib paylaşmayı unutmayın. Sağ olun.